Bugün gənclərin 88% həmyaşıtları ilə danışmaq əvəzinə ChatGPT ilə ünsiyyət qurur. Bu fikirləri 13-cü Qlobal Bakı forumu çərçivəsində rəqəmsal gələcək, süni intellekt, idarəetmə və innovasiyanın etikası adlı panel müzakirədə səsləndirilib. Bildirilib ki, süni intellekt gələcəkdə insan davranışına ciddi təsir göstərəcək. İnsanlar arasındakı bu boşluq onları təcrid edə bilər və bunun fəsadları həm ətraf mühitə, həm də iş yerlərinə təsir edəcək. Paneldə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, Azərbaycan hökuməti süni intellekt, kiber təhlükəsizlik və biotexnologiya sahələrində innovasiyaları dəstəkləmək üçün çevik və davamlı idarəetmə modelini tətbiq edir. Qaydalar bir tərəfdən innovasiyanı inkişaf etdirmək üçün kifayət qədər çevik olmalı, digər tərəfdən isə cəmiyyətimizi, uşaqlarımızı və ümumilikdə insanları qorumaq üçün yetərincə güclü olmalıdır. Bunun yolu isə hökumətin dövrü yanaşma ilə işləməsidir. Aydın qaydalar müəyyənləşdirmək, onları real şəraitdə sınaqdan keçirmək, edilən səhvlərdən dərs çıxarmaq və sonra hüquqi və tənzimləyici çərçivəni davamlı şəkildə yeniləməkdir. Azərbaycanda rəqəmsal inkişaf strategiyası, kiber təhlükəsizlik və süni intellekt strategiyası qəbul edilib, praktikada da tətbiq olunur və əldə edilən təcrübədən öyrənilərək qanunvericilik bazası daimi yenilənir.